beləginən Allah heç kəsin qəlbinə cavan qardaş dağı vurmaz. Məni ən çox yandıran budur Əbəlfəzin. Həzrəti Əbəlfəz yara alıb, əllər kəsilib, gözünə ox dəyib, sağ gözünə, sol gözün qan tutub, başına əmud dəyib, nə qədər ox yarası uzanıb qumlar üstə, göz görmür axı. İndi elə halda kim ola, ayaq səsi eşidir, ayaq səsi, indi belə deyir, gələn kimsən görmürəm, ancaq səni an verirəm Allaha, mənim başıma o qədər kəsmə qardaşım Hüseyin gəlsin. İndi bu gələn də Hüseyin ola, təsəvvür elə. Bu gələn də Hüseyin ola, İmam Hüseyin ola, öz qardaşından bu sözləri eşidər. Ona görə orada dilləndi, ağlaya-ağlaya dedi, Əbəlfəz mənəm, mənəm Hüseyin.